Şeytan gəlir hansı əməldən daha çox gücünü səfərbər edir. Bilir ki, orada daha çox qazanacaqsan. Məsələn, qərar vermirsən ki, sabah filan kəsə yardım edəcəm. Gördün ki, yardım çox ağır gəlir. Bil ki, burada nəsə var, burada bir fayda var. Dedin ki, bu gecə durub, biraz sübh namazından 15 dəqiqə tez durub namaz qılacam. Gördün ki, yox, yapışdırıblar səni yatağa, qalxa bilmirsən, heç cür, bil ki, Allahın xəzinəsi oradadır. Hansı əməliniz ciddi müqavimətlə rastlaşırsa, hansı xeyr işinizə görürsünüz ki, maniyə çoxdur, onu eləmək çətindir, bilin ki, orada Allahın xüsusi rəhməti var və şeytan orada insana daha çox mani olur. Bir hədis deyim, sözümü tamamlayayım. Ən-nas kulluhum halikun. Buyurur ki, insanlar hamısı həlak olur. İlləl amilun. Əməl edənlərdən başqa. Əsas ürəyin